Deməli, başladıq. Bir dəqiqə. Hı. Ek- Mənim bir 40 dəqiqə keçəcəklər. Bəli, sonra mənim başqa qrupa dərsim var. Sabah sabah mən deyəcəm sabah nə edəcəyik? Sabah sınavımız olacaqdı liseydə. Gələcəksiniz. Ömər, qoşulmusan dərsə Ömər? Bəli, mən. Tamam. Başladıq. Hər kəs sakit durur, mikrofonu açmır. Hansısa bir sualı başa düşməsə, mikrofonu açıb deyə bilər. Birinci sualdan başladıq. Həşəratların ayaqları yaşayış tərzi ilə əlaqədar olaraq müxtəlif formalarda olur. Hansı tipli ətrafa malik canlı göstərilməmişdir? Bu birinci canlını hamımız görmüşük. Bu çərtkədir. Çərtkədə tullandırıcı ətraf var. Ona görə bunu çıxdıq. Bu ikinci gördüyümüz böcək üzər böcəkdir. Deməli, üz ətrafı da var. Üçüncü də milçəkdir. Milçəkdə də yüyürücü var. Demək ki, burada qazcı ətraf neynənməyib? Göstərilməyibdir. İkinci, iki fərqli bitkinin çiçəklərində reproduktiv üzvlərin yerləşmə vəziyyəti şəkildə göstərilmişdir. Burada normalda biraz qara düşübdür. Normalda sizə o RFM-də hamısı görmüşsünüz də sınaqlarda rəhli düşəcəkdir. Ona görə problem olmayacaq. Yəni bu birinci variantda olanlar iki cinsli çiçəklərdir. Bu erkək çiçəkdir, təkcə erkəkciyi var. Bu da təkcə dişi çiçəkdir, təkcə dişiciyi var. Oldumu? Buna görə aşağıdakı fikirlərdən hansı doğru deyil? Hər iki bitki öz-özünə tozlana bilər. Bax, bu gördüyümüz eyni bitki üstündədir. Erkəkciyi, dişiciyi var birincinin. Bu ola bilər. Bilər deyir, görürsüz? İkincidə də erkəklə dişi çiçək eyni bitkinin üstündədir. Deməli, bu da öz-özünə tozlana bilər. Bundan çıxan tozluq həmin bitkinin dişiciyinin ağzığına düşərsə, tozlanma ola bilər. Doğru deyil ifadəsi bu doğrudur. Ona görə bunu çıxdıq. İkinci bitkidə tam çiçək quruluşuna malik çiçəklərə rast gəlinir. Tam çiçək o deməkdir ki, erkəkciyi, dişiciyi bütün hissələri olsun. Burada şəkildə tam düşməyibdir. Bunda kasacıq belə, daha doğrusu bircə dəqiqə yox. Bunun erkəkciyi, dişiciyi var. Birində erkəkcik, birində dişicik var. Demək ki, bu tam çiçək ola bilməz. Burada amma doğru deyil. Burada deyir tam çiçəkdir. Bu deməli yanlışdır. Yanlışı seçin deyir. 2. Təbiətdə birinci bitki fərqli bitki növü ilə mayalana bilər. Birinci bitki çarpaz tozlanma nəticəsində başqa bir bitkinin tozluğu gəlib bunun dişiciyinin ağzığına düşüb, bunu tozlandıra bilər və mayalanma da gedə bilər. Bu da doğrudur. Doğrunu seçməyəcəyimizə görə yalnız cavab 2-dir, D variantı. Mən ta soruşmayacağam, başa düşdünüz, düşmədiniz. Başa düşməyən səsini açsın, desin ki, mən başa düşmədim. Torpaqda lobya toxumunun düzəlməsi üçün hansı amillər lazımdır? Biz demişdik, torpaqda olsa da olmasa da fərqi yoxdur. Toxumun düzəlməsi üçün lazımdır su, uyğun temperatur. Uyğun temperatur nədir? Hər toxum üçün fərqlidir. Karbon qazı bizə lazım deyil, oksigen isə lazımdır. Cavab 1, 2, 4, cavab D variantı. Aşağıdakı mülahizələrdən hansı doğrudur? Meyvələrdə və toxumlarda müxtəlif uyğunlaşmalar toxumların yayılmasına təmin edir. Bu doğrudur. Şirəli və əlvan rəngli qida əhəmiyyətli meyvələrin toxumları heyvanların orqanizmində həzm olunur. Toxumları yox. Nəyi? Şirəli lətli hissəsi. Bu səhvdir. At pıtrağı və kokos palması kimi bitkilərin toxumları dar coğrafi ərazilərdə yayılır. Əksinə yanlışdır. At pıtrağı heyvanın tükünə yapışıb bir yerdən uzaq məsafələrə gedə bilər. Kokos palması da su ilə bir yerdən uzaq məsafələrə gedib yayıla bilər. Yəni dar coğrafi ərazidə yayılması yanlışdır. Ona görə bax, əvvəlcədən deyirəm, B variantına baxın. Şirəli və əlvan rəngli qida əhəmiyyətli meyvələrin toxumları heyvanların orqanizmində həzm olunur. Əgər kim sualların bəndlərini diqqətlə oxusa, RFM-də də 25-ə 25 yazacaq. Yox, əgər buranı şirəli və əlvan rəngli qida əhəmiyyətli meyvələr heyvanların orqanizmində həzm olunur desə, bu düzdür. Meyvələrin lətli hissəsi həzm olunsa bu düzdür. Demək ki, toxumları dediyi üçün yanlışdır. Dar coğrafi ərazilərdə dedik, Şanagülə bitkisinin yetişmiş toxumları qısa müddət ərzində cücərməlidir.
Bu da nədir? Yanlışdır. Deməli bizə doğru olan ifadə hansıdır? A variantıdır. Keçdik. Faktiki ölçüsü 0,15 mm olan qırmızı qan hüceyrəsinin böyüdülmüş ölçüsü 30 mm-dir. Böyütmə dərəcəsini hesablayın. Bunu bəzi uşaqlar səhv bölüblər, nəticədə cavabı səhv alıblar. Yəni nə etməlisən? 30-u bölməlisən neçəyə? 0,15-ə. Vəssalam. Bu deyilir 2000 dəfə. Cavab olur D variantı. Bəzi uşaqlar var 200 dəfə yazıb. İnkişaf xüsusiyyətinə baxın, testlərdə görsəz ki, hansısa belə bir testdə 200 var, 20 var, 2000 var. Bu şeylərə diqqətli olun ki, bəlkə səhv bölmüsünüz. Təzədən bir dəfə də bölün diqqətlə. İnkişaf xüsusiyyətinə uyğun olaraq aşağıdakı meyvələr təsnif edilərkən hansı meyvə digərlərindən fərqlənir? Biz gördüyümüz kimi burada moruqdur, böyürtkəndir. Moruq, böyürtkən necə meyvələrə aiddir? Gilə meyvə. Yığma. Gilə meyvə, yığma meyvə. Çiyələk hansı meyvə tipinə aiddir? Bu da həmin dediyimiz yığma meyvədir. Amma ərik necədir? Sadə meyvədir. Deməli, sadə meyvə onlardan fərqləndiyi üçün cavab olur D variantı. Bədən temperaturunun ətraf mühit temperaturundan asılılıq qrafiki verilmiş canlılara aid deyil. Yəni artdıqca artır o deməkdir ki, ya sürünəndir, ya quşdur, ya sürünəndir, ya balıqdır, ya da nədir? Suda, qurda yaşayandır. Arxa ətrafları arasında üzmə pərdəsi olur. Bu ola bilər. Dərisi qurudur və üzəri qərinləşmiş pulcuqlarla örtülüdür. Bu da ola bilər. Bəzi nümayəndələrinin bədəni üstdən və altdan sümükləşmiş çanaq ilə örtülüb. Bu da ola bilər. Məsələn, tısbağa. Dərisində vəzilərin müxtəlifliyi çoxdur. Müxtəliflik o deməkdir ki, tər var, piy var, qoxu var, süd var. Deməli, bu nə ola bilər? Məməli, bu ifadə deməli nədir? Yanlışdır. Cavab olacaq B variantı. Bitkinin uc hissəsinin sxeminə əsasən hansı fikir doğru deyil? Baxın, burada X ilə göstərilən, bax bu, əmci tel hüceyrəsidir. Y ilə göstərilən bölünmə zonasıdır. Z ilə göstərilən də kök üsküydür. X ixtisaslaşmış hüceyrələrdir, doğrudur. Z-in hüceyrələri kökün uzunluğuna böyüməsi təmin edir, səhvdir bu. Çünki Z-in hüceyrələri kökün ucunu qoruyur. Böyüməsini təmin edən Y-dir. Həmçinin Y-in üstündə olan, Y deyil, Y-in üstündə var böyümə zonası, odur. Y hüceyrələri törəcilik xüsusiyyətinə malikdir. Bəli, yeni hüceyrələr əmələ gətirir. X, Y və Z canlı hüceyrələrdir. Bəli. Keçdik. Meyvə yanlığı nədən əmələ gəlir? Meyvə yanlığı yazdırmışam sizə yumurtalığın divarından əmələ gəlir. Cavab C variantı. Sxemə əsasən uyğun bəndi müəyyən edin. Dən meyvə, toxumca meyvə, qutçuq meyvə. Bunların üçü üçün də ortaq cəhət nədir? Quru meyvələr olmasıdır. Sxemə əsasən X və Y müəyyən edin. Deməli, burada X-in yerində buğda bitkisində deyirsə, buğda bitkisində təbii ki, rüşeym köksüyü, rüşeym tumurcuğu, rüşeym gövdəciyi var. Bir dənə də ləpə yarpaq var. Ona görə də cavab olur C variantı. Venn diaqramında rənglənmiş hissəyə uyğun ifadəni müəyyən edin. Deyir, paxla meyvə ilə toxumca meyvənin oxşar cəhəti. Bir toxumlu meyvədir, ola bilməz, toxumca meyvəyə təhcə aiddir. Bunu çıxdıq. Dişiciyin yumurtalığından əmələ gəlir. Hər ikisi dişiciyin yumurtalığından əmələ gəlir. Bu ona görə oxşardır. Çox toxumlu meyvədir. Toxumca meyvə bir toxumludur. Ona görə bunu da çıxdıq. Quru meyvədir. Hər ikisi ona görə bunu da götürdük. İki taycıqdan ibarətdir. Paxla meyvə elədir. Toxumca meyvə elə deyil. Ona görə cavab olur 2-4-B variantı. Toxum düzərdikdə bitkinin əsas kökü inkişaf edir. Asan suallardan biridir. Rüşeym kökçüyündən. Gəldik. Venn diaqramında rənglənmiş hissəyə uyğun olan ifadəni müəyyən edin. İşıq mikroskopu, lupa hər ikisi üçün ortaq cəhət deyirsə, deməli hər ikisində işıq mikroskopunda güzgü var, lupada yoxdur. Bunu çıxdıq. Obyektiv işıq mikroskopunda var, lupada yoxdur. Tubus işıq mikroskopunda var, okulyar işıq mikroskopunda var, lupada yoxdur. Hər ikisində olan cavab nədir? C variantı. Hüceyrə terminini elmə daxil etmiş alim mikroskopla hüceyrənin ilk dəfə bitkinin hansı orqanında müşahidə etdi? Dərsliyimizdə var ki, palıdın mantar qatında baxıbdır. Mantar qatıdır. Harda olur? Gövdədə. Sxemə əsasən doğrudur. Robert Hooke ilk dəfə hüceyrə terminini elmə daxil edibdir. Cavab A variantı. Mikroskopu ixtira etib. Yanlışdır. Bir hüceyrəli canlılar kəşf edib. Yanlışdır. Çəyirdək nədir? Çəyirdək yumurtalığın
və yaxud da meyvə yanlığının daşlaşmış daxili qatıdır. Cavab D variantı. Toxumunda ehtiyat qida maddələri endospermlə yanaşı rüşeymdə də toplanır. Mən sizin toxum dərsində lövhədə də izah eləyib, kayd da eləmişik. Orada var idi. Üç rəng bənövşə və qaymaq çiçəyi bitkiləri iki ləpəli bitkilərdir. Onların toxumlarında ehtiyat qida maddələri həm rüşeymdə, həm də endospermdə toplanır. Ona görə cavab olur A variantı. Bütün çiçəklərində olur. Bütün çiçəklərdə olur. Dəftərinizə net cümlə şəklində yazdırmışam. Çiçək yatağı bütün çiçəklərdə olur. Şəkildə X ilə işıq mikroskopun hansı hissəsi göstərilib? X ilə göstərilən, yəni bu hissə ştativdir. Cavab A variantı. Bu sual maraqlı sualdır. Diqqətlə baxırıq. Müəyyən bir sahədə müşahidə olunan onurğalı və onurğası. Deməli, birinci onurğalını da tapasan, onurğası da tapasan, heyvanlara aid növlərin X və fərdlərin sayını. Deməli, onurğasızın növ sayını X ilə işarələyəsən, fərd sayını Y ilə. Onurğalının növ sayını X ilə, fərd sayını Y ilə. İndi gəlin baxaq. Birinci onurğasızın növ sayına baxaq. Bax, bu 1. Bu 1. Bundan burada da var. Ona görə eyni olduğu üçün bunu işarələmirəm. Bu 2. Bu 2. Bu 3 növ sayına gəlincə. Burada bundan kəpənəkdən var, amma eyni olduğu üçün biz onurğasızın növ sayını necə götürməliyik? 3. Deməli, bu variant uyğundur hələlik. Gəldik fərd sayına. Fərd sayına gəlincə hamısını işarələyirəm. 1, 2, 3, 4, 5 dənə. Bəli, budur. Gəldik onurğalıya. Onurğalıya gəlincə növ sayı deyincə, deməli, bir dənə bunu işarələyirəm, bunu işarələyirəm 2, bundan eynisi dovşan var. Bunu işarələyirəm 3, bunu işarələyirəm 4. Deməli 4-dür. Gəldik fərd sayına gəlincə. Fərd sayına gəlincə 1, 2, 3, 4. Burada 2 dənə quş var. Biri budur, biri budur. 5, 6, bir dənə də bu var. 7, bir dənə də bu var. 8. İndi orada bəzən uşaqlar bunu 2 quş kimi görmür. Bir kimi görür. Zaten orada elə görsə belə elə bir variant yoxdur. Yəqin ki, bunu başa düşdük. Bunu başa düşməyən varsa desin. Bunu kim səhv yazır? Mən müəllim. Başa düşdün Ömər? Bəli, mən. Gəldik növbəti sualımıza. Qruplaşmada hansı növ fərd baxımından daha zəngindir? Yəni deyir ki, bunlardan hansından burada daha çox göstərilibdir? Kəpənəkdən baxaq. Kəpənək burada bir dənədir. Biri budur. Bir də budur. Kəpənəkdən 2 dənədir. Çərkədən neçə dənədir? 2 dənədir. Sincabdan 1, 2, 3 dənədir. Bu quşdan bir dənədir. Bu quşdan bir dənədir. Bu dovşandan da neçə dənədir? 2 dənədir. Deməli, ən çox hansındandır? Sincabdandır. Gəldik. Venn diaqramında rənglənmiş hissəyə uyğun gəlməyən mülahizələri seçin. Mən sizə bu testi işlətdirəndə demişdim, soruşmuşdunuz siz məndən. Burada 5 yox, neçə olmalıdır? 4 olmalıdır. Yəni, Venn diaqramında qaralanmış işarəyə uyğun gəlməyən deyir. Yəni, ikisi üçün də ortaq olmasın. Bunların ikisi də ikiqat çiçək yanlığını əmələ gətirir. Bəli, bunu biz götürənmərik. Uyğun gəlməyən deyir. Yaşıl rəngli yarpaqçıqlardan ibarətdir. Bu təkcə kasacığa aiddir. Bunu götürəcəm. 2-ni. Çiçək yanlığını əmələ gətirir. Çiçək yanlığını hər ikisi əmələ gətirir. Ona görə də bu götürə bilmərəm bunu. Ləçəklərdən təşkil olunub bu. Burada 2 ilə 4 hərəsinə ayrı-ayrı aid olduğu üçün cavab olur B variantı. Araşdırma zamanı hermafrodit çiçəyin birinci vəziyyət dişi reproduktiv orqanları çıxarılır. Yəni, baxın, bu birinci vəziyyətdə gördüyümüz dişicik var. Bax, bu ortadakı bu dişicikdir. İkinci vəziyyətdə isə artıq bu ortada dişicik yoxdur. Təkcə nə var? Erkəkcik var. Dolayısıyla bizə deyir ki, dişiciyi olmasa çiçəyin nə olmaz? Meyvə nədən əmələ gəlir? Yumurtalıqdan. Deməli, meyvə yumurtalıqdan əmələ gəlirsə, meyvəsi olmayacaq. Buyur. Yumurtalığın içində yumurtacıq olur. Ondan nə əmələ gəlir? Toxum, düzdür?
Deməli toxum, Bəli. yumurtalıq yoxdursa toxum da əmələ gəlməyəcək. Amma burada erkəkçi olduğuna görə nə əmələ gələcək? Tozluq əmələ gələcək. Ona görə cavab olur nə? A variantı. Gəldik. Çiçəkli bitkilərin cinsiyyətli çoxalmasını tədqiq edildikdə aşağıdakı xüsusiyyətlərə malik bitki növlərindən hansında yalnız çarpaz tozlanma müşahidə olunur? Bəzi növlərə aid fərqlər tam çiçək quruluşuna malikdir. Tam çiçək quruluşuna malik olan hər hansı bir çiçəkdə yalnız çarpaz tozlanma gedir, yoxsa öz-özünə də ola bilər? Öz-özünə də ola Özür bilər. ola bilər. Ola bilər. Bəli, deməli bu səhvdir. Müəllim olar. Bəzi növlərə aid fərqlərin erkək və dişi çiçəkləri var. Erkək çiçəyi varsa, dişi çiçəyi varsa, bunların üstündə erkək çiçəkdən çıxan tozluq dişi çiçəyin ağızcığına düşərsə eyni bitkidə, o necə tozlanma olacaq? Öz-özünə, düzdür? Çarpaz olmayacaq. Yəni yalnız çarpaz tozlana bilər ifadəsi bu da səhvdir. Başa düşdünüz bunu? Bəli. Bu bilsiz hansı Bəli. eynisidir? Bax bunun. Bax bu sual var, bax bu sual. Gördünüz? Burada görürsüz erkək çiçək var, dişi çiçək var. Amma burada hansı tozlanma gedə bilərdi? Öz-özünə gedə bilər. Gəldik, bəzi növlərə aid fərqlərin bircinsli çiçəkləri müxtəlif bitkilər üzərində yerləşir. Artıq burada müxtəlif bitkilər üzərində deyirsə, avtomatik bir bitkidən o biri bitkinin üzərinə düşürsə və bir cinslidirsə, bir cinsli o demək ki, bu bitkidə ya erkək var, o birisi bitkidə də dişi var. Avtomatik 100% yalnız bu necə gedəcəkdir? Çarpaz. Deməli, cavab yalnız neçədir? 3-dür. O da eləyir cavab nə? D variantı. Başa düşdünüz? Bəli. Bəli. Bəli, bəli. 25 dənə sualın hamısı izah olundu. Bununla bağlı anlaşılmayan, çətin gələn nəsə varsa deyin. Yoxdur. Tamam. Bir dəqiqə mən. Hı -hı. Yaxşı. İndi gəlin belə eləyək. Təxminən bizim müəyyən bir 20 dəqiqə, 15 dəqiqə vaxtımız var. Mənə, Müəllim sizə atdığım testlərə baxaq. mənə suallar göndərmişdiniz. Elə bir dənə ona baxım görüm. Hı -hı. Bunu şeydən atmışam da. Təzə kitabdan, düzdürmü? Müəllim, mən də öz biologiya müəllimim var. Bilmirəm yəni hardan götürüb. Tamam. Belə eləyək, bir dəqiqə. Hə, bu oradan atılıbdı da eyni şeydir. Tamam. Nalanın da mənə atdığı suallar var, sənin də var, ikinizin. Sonra bir dəqiqə. Başqa heç kəsin yoxdur. Deməli, mən Nalanı da demişəm, Milana, sən də deyirəm. Deməli, həmin sualları mən sizin şəxsinizə izahla göndərəcəm, amma Milana, yəni sən mənə bunu elə bir şəkildə çəkib göndərmisən ki, yəni bəlkə də sən çəkməmisən, müəllimən çəkib, yəni oxunmur, düz əməlli bu. Yəni yaxınlaşdırıram bulanıq, məsəl üçün oxunur, bəziləri oxunur. Məsələn, burada elə hemoqlobin şəkildə hüceyrələri müəyyən edib tərkibində olanları yazsın. Bunlar oxunur. Amma o birisi şəkil ki var, o birisi şəkildə pis deyil. Hə, tamam. Bunların izahını mən səsli şəkildə sənə göndərəcəm. Hmm, Uşaq bu şəkilləri də eyni şəkildə qrupa ataram. Qrupdan da altından səsli izah ki, sənə hansını göndərmişəm, onu da ataram. Uşaqlar da baxmış olar. Burada əsas mənim istəyim bilirsiz nədir? Kimin anlamadığı nəsə bir şey varsa, sual olaraq yox. Sual sənin tutaq ki, hansısa bir sualındır, onu mən izah eləyəcəm. O bir uşaqlar onu bilir də tutaq ki. Amma ümumi mən həm sual vermək istəyirəm, həm də anlamadığınız nəsə varsa onu demək istəyirəm. Varmı belə bir durum? Hal-hazırda anlamadığımız, imtahana düşərsə yaza bilmərəm deyəcəyiniz elə bir tip şey varmı? Bir də ən çox üzərində duracağımız hissələrdən biri lap başda var idi.
fərziyələr irəli sürmək, fərziyələr əsasında bildiniz hansını deyirəm? Bəli, müəllim. Bəli. Bax, Müəllim. mütləq əzbərin ha, ardıcıllığı mütləq əzbərin. Nə tər əzbərləyirsiniz? İşarə ilə mi əzbərləyirsiniz? Necə əzbərləyirsiniz? Bunu mütləq əzbərləmək lazımdır. Yaxşı? Yaxşı, indi mən bir dənə sual paylaşıram. Paylaşıram deyəndə, yəni Sağ olun. göstərirəm, siz onu tapın görək. Mhm. Onu o gün müəyyən siniflərdə elədik, ona bənzər sualdır. Yəni o uşaqlar bu sualı görəndə həmən cavab qrupa yazmasınlar. O bir uşaqlar qoy rahat. Yaponka yaman qəşəng şəkillər qoymusan ha Yaponka. Bəli, müəllim. Bu səfər ücret Yüksək səviyyədə. konkret Yaponkasan, konkret. Deməli uşaqlar, deməli yazıram bax. X, Y, Z bitkilərdir. Zirəddin buradadır. Bəli, müəllim. Tamam. Mənlə qoşun. Tamam. İndi diqqətlə baxın, cədvəli qururam, ondan sonra mənə konkret bir şey deyərsiniz. Müəllim, biz burada məsələn B-də kök sistemi olarmı, olmarmı Yox, yazırıq? deyəcəm, səbirli olun. Bax, burada. A sualdır, B sualdır, C sualdır, bir də D sualdır. Hı. Mən sizdən nə istəyirəm? Bu gördüyümüz A ki var, A sualdır. Burada X-ə nə yazmışıq? X-də bilinən nədir? Əsas kök. Əsas kök. X-in əsas kökü var, oldu mu? İndi bax belə bir şey deyirəm. A var, A. A əsas kökü varsa X-in, A, yəni yumurtacığı bu bitkidə yumurtacıq varmı, yoxmu? Ola da bilər, olmaya da bilər deyirsinizsə, A-nın qabağından yazırsınız plus minus. Yox, ola bilər deyirsinizsə plus, olmaya bilər deyirsinizsə minus yazarsınız. Sonra ikinci kök sistemi B haqqında deyirik. Yəni bu A variantı A-dan üçündən biri olacaq. B variantına gəlincə, kök sistemi milmi olar, saçaqlı mı olar?
Bunu işarələyəsiniz B-də. Sonra gəldik C-yə. C üçün əsas kökü yumurtacığı var. Əsas kökü olarmı, olmazmı? Oldu mu? Və yaxud da mütləq olmalıdır və yaxud da olmamalıdır. Buna yazasınız. Əsas kökü yumurtacığı varsa kök sistemi olarmı, olmazmı? Daha doğrusu D. Plus mil mi olar, saçaqlı mı olar? Bunu işarələyəsiniz. Başa düşdünüz mənim fikrimi? Hamısını lövhədə yazdım. Bunu hər kəs fikirləşsin, mənə 1-2 dəqiqə ərzində WhatsApp-a yazsın. Müəllim, C nə idi bir dənə olsa deyərdiniz. Müəllim birdən hamısı olar olmaz oldu. Onda nə olacaq? Elə olmuş olacaq da, olar olmaz olacaq. Yəni sən yaz, onu fikirləşməklə. Yaxşı. Yəni variantlarda plus minus olacaqdı da elə olanda. Burada C nə deməkdir? Yəni yumurtacığı varsa əsas kökü ola bilərmi, bilməzmi? Ola bilərsə plus yazırsan. Ola bilməzsə minus, həm ola bilər, həm ola bilməzsə plus minus qoyursan. Başa düşdün? Bəli. Müəllim biz Müəllim, çata göndərdik. Mən də çata göndərimdən baxar. Tamam. WhatsApp-a da göndərənlər var. Və bu arada deyim ki, yəni əlverişli şərait var. Əlverişli. Hı. Gəlin baxaq. Fikirlərinizi də istəyəcəm sizin. Bax, X-in əsas kökü var. Əsas kök nədən inkişaf edir? Toxumdan. Düşeyim kökçündən. Toxumdan müəllim. Toxum nədən əmələ gəlir? Yumurtacıqdan. Yəni A ona görə mütləq nə olmalıdır? Doğru olmalı. A mütləq plus olmalıdır. Çünki A yumurtacıq olmasa əsas kök ola bilməz. A-nın minus variantı yoxdur. Başa düşdük? Ay, bəli. Hı -hı. Qalib, Bəli, müəllim. ona səs idi çıxardırdın. Mən deyil idim, İsmail idi. İsmail, dərsə qoşulubsan, sən xəbərin var? Çöldə adam çağırmırsan, sən. Mən belə şagirdlərin hamısını ləğv eləyəcəm sabahki dərsimizdən. Da belə şey eləmək olmaz axı. Dərs prosesdir burada. Mən sizə sual izah eləyirəm. Orada elə bil ki, çöldə adam çağırırsan. Ya dərsə qoşulun dərs kimi, ya da qoşulmayın. B-yə baxırıq. Kök sistemi. Kök sistemi əsas kökü varsa, bunun kök sistemi mildə ola bilər, saçaqlı da ola bilər. Ona görə B-yə plus minus gedir. Aydındır, Zirəddin. Buradasan Zirəddin. Tamam. Hə, mən. Tamam. Müəllim, mənim kök sistemi ancaq mil olmur. Hansında? B-də. Niyə mil olsun ki?
Mənim çünki əsas kök varsa, yəni əsas kökü görmək olursa mil olmurdu. Əsas kök birləpəli bitkilərdə də olur, amma zəif inkişaf eləyir. Ona görə saçaqlı kök sistemi əmələ gətirir. Aydındır? Bəli. Gəldik bu birisinə. Yumurtacığa plus qoymuşamsa, deməli buradakı C əsas kökü neyniyəcək? Olacaqdır da, düzdürmü? Bəli. Aha, bəs yaxşı, əsas kökü olacaqdırsa, D gördüyümüzdə yenə nə olacaq? Plus minus olacaqdır Mil da. də olar, saçaqlı da ola bilər. Anlaşıldı bu? Hı -hı. Bəli. Tamam, qeyri-adi fantastik suallar çıxardır sizə. Özünüz verirsiniz yoxsa kitabdan yazırsınız? Yo, özümdən sinifdə də mən bunu eləyirəm də. İnşallah indi gələn il üçün belə fantastik suallarla bağlı bir kitab çıxarmağı düşünürəm. İnşallah qismət olsa. Deməli uşaqlar, biz nə edəcəyik? Sabah həftənin 5-ci günüdür. Mən indi sizin dərsinizdən sonra başqa bir qrup dərsinə qoşulacağam və sonra sizin sabahki imtahanınızı hazırlayacağam. Sabah hər kəs əla bir şəkildə imtahana hazır gəlir. Mi- Saat 3-də. bəli. Milana saat 3-də inşallah liseyə gəlirsən və əvvəlcədən deyirəm, bura qoşulan şagirdlər ki var, sabahki kimə sinifdə dərsim var, B sinifinə, C sinifinə, orada olan uşaqlar bizim ki o normal şey deyək də belə deyim, kimlər ki o ödənişli dərslərə qoşulurdu, onlar 3-dən sonra yazacaq imtahanı. Bax, əvvəlcədən sinifdə mənə deməyin ki, biz imtahanı yazaq. Mən icazə verməyəcəm. Bax, əvvəlcədən deyirəm, mən yazım qaçım, qaçmaq söhbəti yoxdur. Bu bir. İkincisi, o bir uşaqlar hamısı dərsdən qalmır. Dərsə gəlirsiniz, yazırsınız və mən sizə bu sualların cavabını həftənin 6-cı günü bizim 40 dəqiqəlik dərsimiz olacaq. Orada izah eləyəcəm ki, onlardan sual düşə bilər ki, uşaqlar imtahana getməmiş həm nəticələrini bilsinlər, həm də sualların izahını görsünlər. Anlaşıldı? Bəli, Bəli. müəllim. Mənim sizdən istəyim, sizin özünüzün də ən böyük istəyiniz birinci mərhələdən keçməkdir ki, ikinciyə hazırlaşaq. Ona görə əlinizdən gəlsiz bu gün axşama qədər, sabah axşama qədər, 6-cı gün müəyyən saata qədər. Müəyyən saatdan sonra rahat yatıb dincəlirsiniz. Bazar günü inşallah yaxşı xəbərlərlə mənə zəng eləyirsiniz. Yaxşımı? Bəli, müəllim. Yaxşı baxın Bəli, müəllim. və sabah Müəllim, görüşmək ümidi. Sağ olun. Sağ olun, müəllim. Sağ olun. Sağ olun, müəllim. Sağ olun, müəllim. Sağ olun. Sağ olun, müəllim. Sağ olun. müəllim, müəllim.